Salam əziz şagirdlər, xoş gördük sizləri. Mən Faiq müəllim. Sizin üçün ümumi tarix sınaq üçün izahını hazırlamağa çalışacağıq. Sizlər də faydalanın. Rəy bölümündə fikirlərinizi və paylaşıb dəstək olmağınızı bizlər üçün unutmayın. İlk sualımız 2-ci Dünya müharibəsi dövrünə aiddir. 2-ci Dünya müharibəsi 1939-dan başlayır. 1939 45-ə kimi. 39-un sentyabrından 45-in sentyabrın 2-sinə kimi davam edir. Baxalım. Almaniya Avstriyanı özünə birləşdirməsi. Bu Anşlus 38-ci ildir. Aid deyilsə elə cavab burada A bəndidir. Alman qoşunlarının Majanla müdafiə xəttinin yarması bu 1940-cı ildir. Aiddir bu. Dünker möcüzəsi bu da 40-cı ildir. Saxlayırsınız. Barbarossa planının iflasa uğraması təbii ki, bu Moskva döyüşü ilə 1941-in dekabrıdır. Sovet qoşunlarının Moskva ətrafındakı əks hücumu da 41-dən sonra başlayır, dekabrdan sonra. Deməli, bu da var. Cavab A bəndidir. Lozanna sülh müqaviləsinin şərtlərinin sırasına daxil deyil. Lozanna sülhü 1923 Türkiyə ilə Antanta, yəni qalib ölkələr arasında imzalanmışdı. Türkiyənin yeni sərhədlər tanınır, doğrudur. Mudros barışığı ləğv edilir. Sevr müqaviləsi ləğv edilir. Türkiyənin müstəqilliyi tanınır. Cavab E bəndidir burada. Deməli, növbəti sualımıza baxırıq. Üçüncü sualda isə 2-ci Dünya müharibəsi dövrünə aiddir. İndi aid olan baxmalıyıq ki, 2-ci Dünya müharibəsi dövrünə aid olan deyirsə, 39-45-ci il aid olan olmalıdır. 39-45-ə aid olan. Antikomentariya paktı 36-cı ildir. Olmaz. Avstriya Almaniyanın birləşdirilməsi 38 olmaz. Münhen konfransı bu da 38 olmaz. Molotov-Ribbentrop paktı imzalanması bu da olmaz. Daha doğrusu Almaniya və SSR arasında dostluq və sərhədlər haqqında müqavilə imzalanması bax budur. 39-un sentyabrındadır. Cavab, yəni 2-ci Dünya müharibəsinin gedişində bu imzalanır. Cavab E bəndidir. Deməli, 1812-14-cü illər İngiltərə ABŞ müharibəsi ABŞ tarixində necə adlanır? 2-ci İstiqlaliyyət müharibəsi kimi. Cavab C bəndidir. Uyğunluğu müəyyən edin. Deməli, uyğunluq müəyyən edilirsə, ABŞ SSR-ə aid olan terminləri biz seçəcəyik. Baxalım. ABŞ-a, SSR-ə aid. Totalitar sistem SSR-ə aiddir, 2A. Deməli, kütləvi repressiya yenə SSR-ə aiddir, 2D. Xalq cəbhəsi İspaniya, Fransadır. Olmaz. Totalitar rejim dedik. Dollar diplomatiyası 1-ə B. Bir də bitərəfli haqqında qanun o da ABŞ-dadır. 1-ə B ilə C-dir. Cavab 1-ə B, C, 2-ə A ilə D-dir. 2A ilə D-dir. Demək, Almaniyanın Versal müqaviləsinin şərtlərini pozmasını sübut edir. Yəni, Almaniya Versal müqaviləsini hansı şərtlərlə pozduğu biz görə bilərik. Burada varmı variant? Deməli, açıq sualdır. 6-cı suala baxırıq. 6-cı sualda Almaniya Versal müqaviləsinin şərtlərinin pozmasını, yəni Almaniya tərəfindən Versal müqaviləsinin şərtləri necə pozulur? Ümumi hərbi mükəlləfiyyət bərpa edilməsi. Yəni, Almaniya Versal müqaviləsinə görə təslim edilmişdi və müharibəni törətməkdə günahkar olduğunu etiraf eləmişdi. Ordu saxlamaq, donanma saxlamaq, ümumiyyətlə bunlar hər birindən məhrum olmuşdu. Amma Versal müqaviləsinin şərtini necə pozur? Yenidən hərbi mükəlləfiyyəti. Alman gənclərini orduya çağırması ilə deməli, bir var. Rapolda müqaviləsi xeyr. Hərbi hava dəniz qüvvələrini, yəni bunun da bərpası müqavilənin şərtlərini pozmaqdır. Və bir də ki, Reyn zonasına qoşun yeritməsi. Bu, Versal müqaviləsinin Almaniya tərəfindən pozulmasıdır. Növbəti sualımıza baxırıq. Deməli, Sovet Rusiyasında tətbiq edilən ərzaq sapalağının anlayışının məzmunu, yəni ərzaq sapalağı nə deməkdir? Kənd təsərrüfatı məhsulları üzərində sərt verginin deməli, tətbiq edilməsi. Cavab A bəndidir. Ərzaq sapalağında bilirsiniz ki, kəndlilər əldə etdiyi məhsulu özünə lazım olan hissəsindən artığını məcburi sürətdə bazar qiymətindən aşağı dövlətə təhvil verməli idi. Bu da təbii ki, hərbi kommunizm siyasətinin tərkibində idi. Sovet Rusiyasında vətəndaş müharibəsinin gedişində idi və bilməlisiniz ki,
Bu sərt deməli sistem, sərt deməli vergi sistemi həmçinin Azərbaycanda da, Sovet Azərbaycanda da təsərrüfatın dağılmasına, iqtisadiyyatın tənəzzül etməsinə gətirib çıxarmışdı. 7-də A bəndidir. Növbəti sual 1922-ci il Ceneva konfransında müzakirə olundu. Bax, bu suallar sizə mütləq düşə bilər. Qəbul səviyyəsində olan sualdır. Ceneva konfransında müzakirə edildi. Nə? İqtisadi münasibətlərin bərpası. Bax, bu idi. Versal sistemin tamamlanması bu Vaşinqton konfransına aid olmaz. Cavab burada A bəndidir. Almaniyadan alınacaq təzminatın müəyyənləşdirilməsi bu Davos planına görə idi. Bryan-Kellogg paktına görə də olmaz. Vaşinqton konfransının qərarlarının yerinə yetirilməsi xeyr. Müharibədən imtina və bütün məsələlərin sülh yolu ilə həll edilməsi bu da deyil. Cavab burada A bəndidir. Növbəti suala baxırıq. Növbəti sual 9-cu sualdır. Texniki səhv olub. Bunu qeyd edək. 20-ci əsrin əvvəllərində İngiltərə və Almaniya arasında ziddiyyətlərin kəskinləşməsi nəticəsində Almaniya ilə İngiltərə arasında münasibətlər pisləşir və onun nəticəsində hansı addım atılmış olur? Baxaq, İngiltərə Fransa yaxınlaşır. Bəli, 20-ci əsrin əvvəlində Antantanı yaratmaqla. Antanta sözünün mənasında səmimi saziş deməkdir. Antantada Rusiya, İngiltərə və Fransa birləşir. Kimə qarşı? Almaniya və onun müttəfiqlərinə qarşı. Cavab A bəndidir. Növbəti sualımıza baxırıq. ABŞ-da vətəndaş müharibəsi dövrünə aiddir. ABŞ-da vətəndaş müharibəsi dövrü 1861-65-dir. Quldarlıq qaydaları möhkəmlənmir. Əksinə quldarlığa qarşı mübarizə aparılırdı. Bir olmaz. Quldarlığın ləğv edilməsi doğrudur. 1863 yanvarın 1-i. Abolisionistlər hərəkatı, quldarlığın ləğv edilməsinə qarşı hərəkatda 19-cu əsrin 30-cu illərdə olmaz. Homositetlər haqqında qanunun qəbul edilməsi 62-dir. 2-4-dür. Cavab 2-4-dür. Növbəti sualımıza baxırıq. Sual 11. Almaniya İttifaqı yaradılmışdır. Bu sadə suallardan biridir, amma bilmək lazımdır. Viyana Konqresində 1814-də. Növbəti sualımız SSR-nin 20-ci əsrin 30-cu illərinin ortalarında tarixi üçün səciyyəvidir. Deməli, 20-ci əsrin 30-cu illərinin ortaları, yəni 1935, 36, 37. Bildiniz? İndi isə suala baxaq. Pasportlaşdırma sistemi 32-dir. Bu 30-cu illərin əvvəlləridir. Olmaz. Deməli, ikinci 5 illik planın başlanması. Yəni 28-32 idi. Bu da olmayacaq. Deməli, xarici hərbi müdaxiləyə son qoyulması. Xeyr. Qalib gəlmiş sosializm konstitusiyası 1936 elə cavab D bəndidir. Kollektivləşdirmə isə 29-da da olmaz. Növbəti sualımız. Rooseveltin hakimiyyəti dövründə bilirsiniz ki 33-dən 45-ə qədər qəbul edilmiş bir tərəflik haqqında qanuna əsasən bu qanuna görə Amerika Birləşmiş Ştatları müharibə, yəni işğal edənlə işğala məruz qalan arasında heç bir fərq qoymur. Baxırıq indi. Münaqişə iştirakçılarına silah və hərbi sursat satmaq qadağan edildi. Cavab C bəndidir. 1921-22-ci illər Vaşinqton konfransında müzakirə olunan məsələ. Vaşinqton konfransında müzakirə olunan məsələ. Bu sual açıq sual kimi düşmüşdü. Səhv etməsəm 2023-cü ilin qəbulunda. Müzakirə olunan səbəbim deməli məsələlərdən biri yadda saxlayırsınız. Yaponiya Şandun yarımadasını Çinə qaytarmalı idi. Sonra müzakirə olunan məsələlərdən biri Çinin müstəqilliyi və ərazi bütövlüyü tanınmalıdır. Bu isə təbii ki, Yaponiyaya qarşı atılmış addım idi. Bu Yaponiyanı sonradan bu addımlara görə ABŞ-a qarşı revanşist siyasət yeritməyə gətirib çıxarmışdı. Yəni tarixdə yadda saxlayırsınız 19-cu əsrin sonunda Fransa Almaniyaya qarşı revanşist siyasət yeridir. 20-ci əsrin 20-ci illərindən də başlayaraq Yaponiya ABŞ-a qarşı revanşist siyasət. Revanşist sözünün mənası da
qısa çıxmaqdır. Hə, bu konfransda həmçində 4 dövlət müqaviləsi, bir də ki, silahsızlaşdırmaq haqqında müqavilə imzalanmışdı. Cavab burada A bəndidir. 19-cu ilin Versal sülh müqaviləsinin şərtlərinə daxil deyil. Baxaq əfəndilər, niyə daxil deyil? Versal sülh müqaviləsinin şərtlərinə daxil deyil. Almaniya Reyn zonasını silahsızlaşdırmağı öhdəsində təbii ki, məğlub dövlət idi. Qalib dövlətlərin diktəsini yerinə yetirirdi. Var. Almaniya bütün müstəmləkələrindən təbii ki, məhrum edilmişdir. Baş qərargahını buraxmalı idi. Elzas Lotarengiyanı Fransaya verməli idi. Amma burada bəndən baxırıq, Almaniya və Sovet Rusiyası ilə bağladığı Brest-Litovsk sülh müqaviləsi və digər müqavilələrini tam əməl etməyə öhdəsində. Xeyr, bunların heç bir yaxından uzaqdan əlaqəsi yoxdur. Cavab E bəndidir. Növbəti sualımız 16-cı sualdır. Rusiyada baş vermiş hadisələrin ardıcıllığını müəyyən edirik. Edəyində. Hərbi kommunizm siyasətinin tətbiqi, yəni bu vətəndaş müharibəsi dövründə 18-20-ci il. Neysə, yaxşı yazmadı. Yeni iqtisadi siyasət 21-dir. SSR-nin yaranması 22-dir. Sənayeləşdirmə 25-dir. Nə olacaq? Deməli olacaq birinci 1, 1-dən sonra olacaq 2, 2-dən sonra 3, 3-dən sonra 4. 1, 2, 3, 4. Bryan-Callan paktı, Vaşinqton konfransı, Paris sülh konfransı. Gəlin indi buna baxalım. Bryan-Callan paktı, biz bunu Bryan-Callan paktına, Vaşinqton konfransına və Paris sülh konfransına aid olanları seçəcəyik. 28-ci ildə Bryan-Callan paktıdır. 1-ə adı. Keçək bu tərəfdən yazaq ki, sizdə aydın olsun. Yəni buradan belə yazarıq. 1. Bryan-Callan paktı. 2. Paris sülh konfransı. 3. Üçüncü sual nə idi? Üçüncü sual isə Vaşinqton konfransı 2-cidir. Vaşinqton konfransı 2-dir. Paris sülh konfransı 3-dür. ABŞ, Böyük Britaniya, Fransa, İtaliya arasında Sakit Okean adalarındakı mülklərin birgə qorunması barədə müqavilə Vaşinqton konfransına görə. Cavab 2-də A-dır. Bütün mübahisəli məsələlər və münaqişələr dinc yolla həll edilməsi, yəni öhdəlik götürülürdü. Bryan-Callan paktında 1-ə A-la, burada B-dir. 1-ə A-la C-dir. Millətlər Cəmiyyəti Paris sülh konfransında yaranır. 3-ə hətta saxlayırsınız D bəndidir. ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya dəniz silahlarının məhdudlaşdırılmasına dair müqavilə imzaladı. Bu Vaşinqton konfransıdır. Vaşinqton konfransı da 2-də E-dir. Deməli, Yaponiya ilə ABŞ, Britaniya, Fransa, İtaliya arasında silahları məhdudlaşdırmaq haqqında müqavilə Vaşinqton konfransı 2-yə. Bir də ki, deməli, Sakit Okeanda mülkləri qorumaq haqqında müqavilə, o da Vaşinqton konfransındadır. Millətlər Cəmiyyəti Parisdə yaranır. Paris sülh konfransı 3-də 1-ə Bryan-Callan paktı 28-28-də keçirilir. Bir də ki, bütün mübahisəli məsələlərdən dinc yolla həll edilməyi qarşıya məqsəd qoyurlar. ABŞ-da yeni xətt siyasətinin həyata keçirilməsi nəticəsində ABŞ-da yeni xətt siyasəti 33-dən başlayır. Rooseveltin dövründədir və daxili siyasətə aiddir. İqtisadi böhran dərinləşmir, aradan qaldırılır. Bir olmaz. ABŞ tarixində ilk dəfə olaraq dövlətdə pensiya müavinət sistemi tətbiq edilir. 2 var. Cavabda 2 var. Sənayedə əmək münasibətlərini tənzim etmək üçün Wagner qanunu, bu da var. 2, 3. Cavab elə 2, 3-dür. Növbəti sualımız. Əksinə, burada 4 niyə olmur? Ölkədə işsizliyin səviyyəsini azaldır, artırmır. Görülən tədbirlər nəticəsində deməli, böyük böhrandan əvvəlki vəziyyətə iqtisadiyyatı qaytarmış. Əziz şagirdlər, baxırıq, ABŞ prezidenti Rooseveltin hakimiyyəti dövrünə aiddir. Amerikanın işi biznesdir, Collinsin şüarıdır. Dollar diplomatiyası Theodore Rooseveltə aiddir. Mühacirət haqqında qanunları dəyişirik. Bu da Collinsə aiddir. Sosial təminat haqqında qanun bu Theodore Rooseveltə aiddir. Firavanlıq isə
Firavanlıq dövrü isə aiddir Harriet Tubmanə. Cavab D bəndidir. Növbəti sual. Paris konfransı, Ceneva konfransı, Locarno konfransı. Konfransda çox diqqət etmək lazım, çünki bunlardan sual mütləq düşə bilər. Millətlər Cəmiyyəti yaranır Paris Sülh konfransında. 1-ə A bəndi. ABŞ, Böyük Britaniya, Fransa, İtaliya Sakit Okean adalarındakı mülklərinin birgə qorunması barədə müqavilə bağlayırlar. Bu Vaşinqton konfransında, burada isə Vaşinqton konfransı yoxdur, olmaz. Sovet Rusiyası ilə Almaniya arasında saziş imzalanmışdı. Rapolda sazişi Ceneva konfransında. 2-yə C bəndidir. Reyn Təminat Paktı Locarno konfransında 1925-də imzalanır. 3-ə D bəndidir. Bryan-Kellogg paktı imzalanması isə bunların heç birinə aid deyil. Ona görə 1-ə A, 2-ə C, 3-ə D bəndidir. Ardıcıllığa baxarıq. Reyn Təminat Paktı 25, Bryan-Kellogg paktı 28, Millətlər Cəmiyyəti 19, Vaşinqton konfransı 22. Birinci olacaq cavab baxırıq. Cavab olacaq 1. Yəni birinci olacaq. Biz deməliyik, cavabı diqqət edək. Cavab olacaq birinci 3, yəni Millətlər Cəmiyyəti 19-da yaranır. 3. Sonra olacaq Vaşinqton konfransı, yəni olacaq 3, 4. Sonra Reyn Təminat Paktı 25-ci il 1. Ən axırda da Bryan-Kellogg paktı 28-də olur. 3, 4, 1, 2. Növbəti sualımıza baxırıq. Uyğunluğu müəyyənləşdirin. Versal sülh müqaviləsi Almaniya iləndir. Saint-Germain Avstriya iləndir. Nice sülh müqaviləsi Bolqarıstanla, Trayan sülh müqaviləsi də Macarıstanla. Amma Sevr Türkiyə ilə olmuşdu, olmaz. Cavab elə E bəndidir. 23-ci sual təkrarlanıb, texniki səhv olub. Növbəti sual 24-də baxırıq. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Yəni bəndləri müəyyən edəcəyik. Burada diqqət etməliyik. Diqqətimiz nə olmalıdır bizim? Baxırıq. Lozanna müqaviləsi, Montre konfransı, bir də oxşarlıq. Yəni hər ikisinin uyğun cəhətləri, bir də oxşarlığı. Mudros və Sevr müqaviləsi ləğv olundu. Lozanna konfransı ilə 1-ə olur 1. 1-ə 1. Türkiyənin iştirak etməsi hər ikisindədir. 3-ə 2-dir. 3-ə 2-dir. Sonra işğal rejiminin aradan qaldırılması Lozannadadır. Bu 1-dir. 1. Bir dəqiqə üzrlə hesab edin şagirdlər. 1. 1-ə 1. Sonra 2-yə aiddir. Sən tapacaq indi onu. 3-ə bir də yazırıq. 3. Türkiyə iştirak etməsi hər ikisindədir. 3-ə 2-dir. Sonra işğal rejiminin aradan qaldırılması, yəni 1-ə aiddir, Lozanna konfransına aiddir. Həmçinin 3. Qara dənizə çıxışı olmayan dövlətlərin hərbi gəmilərin boğazlardan keçməyin qadağan edilməsi 4-ə, yəni 4 aiddir 2-yə. 4. 20-ci əsrin 30-cu illərində baş vermişdir. Yenə bu aiddir Montre konfransı 1936-cı ilə. 4, 5. Deməli 1-ə 1, 3, 2-yə aiddir 2, 2 aiddir 4, 5, 3 aiddir, oxşarlığa aiddirsə 2. Növbəti sualımıza baxırıq. Mustafa Kemal Paşanın islahatların Türkiyə Respublikası üçün nəticələri. Baxırıq. Diqqət edirik, bu sual düşmə ehtimalı böyükdür. Qadınlar kişilə bərabər hüquqları verir islahatlar nəticəsində. Milli kapital himayə olundu, doğrudur. 2 var. Sonra etatizm siyasəti tətbiq edildi. 4 var. Bir də kəndi ailələrin torpaq sahələri verildi. Cavab A bəndidir. Xronoloji ardıcıllığı müəyyən edin. Sevr müqaviləsi imzalanması 20-ci il, avqustun 24-dür. Montre konfransı 36-cı il. Lozanna 23, Mudane 1922. Deməli, birinci olacaq
4 1922. İkinci olacaq 1923 Lozanna. Üçüncü olacaq bir səhv elədik də bir dəqiqə. Birinci olacaq burada. Sevr müqaviləsi 1920. Birinci birdir. Birdən sonra Mudanya sülhü 1922. 4, ikinci 4'dür. Sonra 1923 Lozanna konferansı 3, 4 də 1936-dadır. Olacaq cavab 1, 4, 3, 2. Montre konferansı 36-dadır. Göstərilənlərə aiddir. Osmanlı İmperiyasının ərazi bütövlüyü təmin edildi. Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün, və hərbi gəmilər demir ha, ticarət gəmiləri üçün deyir. Bu da Paris Sülh Konferansıdır. Paris müqaviləsi daha doğrusu 1856 Krım müharibəsindən sonra. Cavab bəndidir. İndi bura baxaq. Münhen sözləşməsinin iştirakçıları 1938. Münhen sözləşməsi 38-dir və bundan sonra Almaniyanın Avropada nüfuzu artır. İngiltərə və Fransa Almaniyaya qarşı şirinlikləşdirmə siyasəti həyata keçirir. Burada A bəndində iştirak edən Almaniya, İtaliya, İngiltərə, Fransadır. Daha əvvəl baş vermişdi, yəni birinci baş verən. Genel konferansı 22-dir. Sevr müqaviləsi 20-dir. Pivə qiyamı 23-dür. Vaşinqton konferansının çağırılması 22-dir. Və Weimar Respublikası 19-dur. Konstitusiyası. E bəndidir. Suala baxırıq, bir dənə diqqət edirik. Çox maraqlı sualdır bu. Dünya iqtisadi böhran təsiri ilə bütün ölkələrin gömrük maneələri aradan atılması Yaponiyanın yeni xammal mənbəyi və satış bazarları ilə keçirmək siyasəti yürütməsinə səbəb oldu. 30-cu illər əvvəllər Çinin şimalındakı Manchuriyanı işğal etdi və 31-də bilirsiniz ki, Manchuria dövlət yaratdı. Özünə tabe olan oyuncaq dövlət yaratdı. Yaponiyanın mətnində bəs edilen siyasəti səbəb oldu. Yaponiya bilirsiniz ki, 19-da Millətlər Cəmiyyəti yaranmışdı. Onun yaranmasında iştirak eləmişdi. Nəticədə buna qarşı deməli Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb oldu. Yaponiya təcavüzkar siyasəti Yaponiyanı yenilər Millətlər Cəmiyyətindən çıxartdılar. Cavab C bəndidir. Diqqətinizə görə təşəkkür edirik. Hər biriniz bizi videolarımızı zəhmət olmasa bəyənin, fikirlərinizi bildirin. Sizin fikirləriniz bizim üçün önəmlidir. Növbəti dərsdə isə artıq mövzu izahlarını sizin üçün təqdim edəcəyik.